Azərbaycan prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu 15 liderindən biridir. Bunu ABŞ-ın milli təhlükəsizlik üzrə aparıcı eksperti James J. Carafano X-dəki hesabında yazıb. Bugünün ən yüksələn və nüfuzlu dünya liderlərinin siyahısı Argentina prezidenti Javier Milei, İtaliyanın baş naziri Giorgia Meloni, Çili prezidenti Jose Antonio Cast, Finlandiya prezidenti Alexander Stubb, Hindistanın baş naziri Narendra Modi, Yaponiyanın baş naziri Sanae Takaichi, Polşa prezidenti Karol Navrotski, Azərbaycan prezidenti İlham Əliyev, Mərakeşin kralı 6-cı Məhəmməd, Ukrayna prezidenti Vladimir Zelenski, İsrailin baş naziri Benyamin Netanyahu, Almaniya kansleri Friedrich Merz və öz liqasında tək olan ABŞ prezidenti Donald Trump paylaşımda bildirilib. Carafano, ABŞ Konqresində müdafiə, kəşfiyyat və vətən təhlükəsizliyi məsələləri üzrə ekspert kimi ifadə verib.